Salam millət. Mən bu səydə Sovet hökuməti dövründə xalqı 20 yanvar qırğına verən Bəkir qızından danışmaq istəyirəm. Deməli, səydə görürsən, mən bugünkü gündə Rusiyanın Tataristan vilayətində 39 ilimi həsr eləmişəm, aləm, uşağım, valideynlərim, nə bilim, zəhmət çəkirəm, əziyyət çəkirəm. Körpələrim orada böyüdü, mən də burada ailə uşaq görmədim. Anca elə qazanım o ayın başına ev pulu rasxod. Nəysə, mən sizə təşəkkür eləmək istəyirəm. Şəxsən Səidə sənə, Mir Şahinə, yəni sizə həqiqətən təşəkkür edirəm. Ona görə ki, öz adımdan deyirəm, siz bizə aiddir. Biz Azərbaycan vətəndaşlarına Yahudilər kimdir, Siyonistlər kimdir? Ümumiyyətlə, Yahudi, Siyonist anlamı nə idi? Biz bunları bilmirdik. Çünki biz gözümüzü açandan elə orada-burada fəhləliylə özümüzü, qarnımızı saxlamaq üçün ancaq cəhd eləmişik də. Ya başqa bir şey yoxdur axı, inkişaf yoxdur. Amma siz bizə, məsəl üçün, Siyonistlər nədir, onları tanıtdırdınız. Yahudi nə deməkdir, onları tanıtdırdınız. Bilmirdik, biz bunları bilmirdik. İlham Əliyev hakimiyyətinin nə dərəcədə xalqa qarşı zülmkar olduğunu bax, siz bizə tanıtdırdınız. Bizə o vaxta qədər elə bildik ki, İlham Əliyev, Heydər Əliyev bizim ulu öndərimizdir, bizim sərkərdəmizdir, bizim ölkənin xilaskarıdır. Valla sizlər nə qədər danışdıqca, bax, Mir Şahin, Səidə, sən, Kamran Həsənli, bax, sizlər nə qədər danışdıqca, bax, hakimiyyətin içi tökülür çölə. Yəni, mən sizə təşəkkür elədim ki, bizi ayıqdınız, biz insanları, vətəndaşlara tanıtdırdınız, siyonizm nə deməkdir, Heydərizm rejimi nə deməkdir, İlham Əliyev hakimiyyəti nə deməkdir, qanun içində qanunsuzluq nə deməkdir, bunu biz bilmirdik, amma sizlər bizə tanıtdırdınız. Hər günlər efirə çıxdıqca, YouTube'larda çıxış etdikcə bizə məlumat verirsiniz. Çox sağ olun, təşəkkür edirəm. Övladlarımızı da uşaq pulsuz da böyütdük, öz əlimiz, öz əziyyətimizlə bax, bu zülmlərlə qazanıram. Aya mən evimə 1000 manat da göndərirəm, çatmır. Çünki hər şey bahadır. Azərsunun, daha doğrusu Siyonizmin şirkətləri ki, Azərsunlar falan, onların da o produktları, ərzaqların bugünkü gündə uşaqlarımız yeyir, kütləşiblər, beyinləri kütdür. Yəni, İlham hakimiyyətinə belə lazımdır axı. Neyinir ki, o uşağa durub pul da versin? Nəyə lazımdır ki?